Məsələ bundan ibarətdir ki, axı biz görürük, dindarların içində, çox üzr istəyirəm ifadəmə görə, çox ləyaqətsiz adamlar var. Axı biz görürük, dinsizlərin içində çox şərəfli, ləyaqətli insanlar var. Bəli, biz bunu inkar eləmirik. Məsələ burasındadır ki, bugün məsələ belədir. Bugün dindarların içində elə insanlar var ki, əslində dindar deyil. Çünki ləyaqətsiz insan dindar ola bilməz. Bugün dinsizlərin içində ləyaqətli adamlar var ki, potensial dindardır. Bu dindarlar sədd olub onların qabağında, onların dinə gəlməsinə mane olur. Söhbətimin əvvəlində dedim ki, imanla yaxşılıq bərabər tutulsa bu böhran həll olunacaq. Bu necə bərabər tutulacaq? Hədislərdə deyir, axir zamanda belə bir proses baş verəcək. Hədislər belə deyir. Deyir ki, dini camiyyədə çalxalanma olacaq və Allah imtihanlarla yaxşını pisdən ayıracaq. Tam ayıracaq. Doğrudan da həqiqi ləyaqətlilər qalacaq, ləyaqətsizlər çalxalanıb atılacaq kənara. Onda nə baş verəcək? Onda kənarda qalan ləyaqətlilər də hiss eləyəcək ki, bəli, iman ləyaqətlə bərabər bir şeydir. Çünki görəcək imanı təmsil edənlər şərəfli adamlardır. Onda orada qalan yaxşılar da cəzb olunacaq dinə. Onlar potensial dindardır. Onların zehnini xarab ediblər təbliğatla, dünyada aparılan o kütləvi təbliğat ki, din əleyhinə, İslam əleyhinə gedir, dindarlıq əleyhinə gedir. Bəzən biz də öz davranışımızla o təbliğata yardımcı oluruq. O məsələ həll olunduqda artıq kənarda, dindən kənarda ləyaqətli adam qalmayacaq, din daxilində ləyaqətsiz adam qalmayacaq. Bu nə zamansa baş verəcək. Nə zamansa baş verəcək. Allah bunu imtihanları vasitəsilə eləyəcək. Amma bütün bunlar nəyi göstərir? Onu göstərir ki, insanlıqla iman bir-birinə bərabər bir şeydir. Biz bəzən insanlar görürük, günahkardır, amma adamın zatı görsən təmizdir. Bəzi adamlar var, görsən, zahirən dindardır, zikirdir. Biri vardı da,